Hər kəsə salamlayıram, əziz dəyərli dostlar, izləyicilər. Bu gün əlim sizinlə bərabər öz hazırladığımız ümumi bir sınağın izahına baxacağıq. Mətnlərlə dinləməyə keçəcəyik. Sadəcə istəyirəm birinci qrammatika tapşırıqlarından başlayım. Deməli yoldaşlar, baxaq 13-cü sualın izahından. Demək, bizdən nə istəyir? Case of nouns, yəni bizdən yerlik hal istəyir və biz bunun üçün nə etməliyik? Apostrof S-dən sonra isim qaydasını qorumalıyıq. Bunu qorusaq yazacağıq. Bax, fond of var, bu bilirik ki, nədir? To be fond of. Bunundur. Ona görə buraya deməli, buradakı is-dir da bu, sadə bir məntiqlə B variantını yazırıq. Və burada got gəlir, yəni bu bilirik ki, participle to-dur, yəni feilin üçüncü forması. Bu da onu göstərir ki, mən həzəm demək istəyir. Onun üçün cində getdi. To be going to ifadəsi də var, bilirik. Bunu da to be going to-dur. Deməli, bu da buradakı is-dən qaynaqlanır. Özündən sonra əgər Z artikeldə gəlirsə, yerlik hal deyil. Doğru cavabımız olacaq nə? A variantı. Belə bir sual getdi. Aha, burada worst var. Worst bilirik ki, Z artikelini çıxacaq. Çünki sifətin üstünlük dərəcəsidir. Onun üçün mən bura Z artikel verəcəm. Better way. Əgər sifət üzərinə isim varsa, bu ismi birləşmə adlanır və way-in artikeli gələcək bura. Z variantı bizim doğru cavabımız olacaq. Baxaq bu suala. Deməli, ilk öncə onu deyirəm ki, nə var? İsim var burada. Bu isim olduğuna görə yəqin ki, biz it's verəcəyik. Deməli, niyə görə bunu deyirəm, yoldaşlar? Gəlin bir dənə burada sizə tez izah edeyim. Bunu çıxaq. Bunu da böyüdək. Deməli, yoldaşlar, diqqətlə qulaq asın. İlk öncə itdən başlayıram. Yoldaşlar, it nədir? Bilirik ki, həm adlı xaldır. Adlı xaldır da bu. Həm adlı xaldır yox. Həm də obyekt haldır. Bəli. Yəni, adlı xal bilirik ki, özündən sonra nə tələb edir? Xəbər tələb edir. Ya obyekt hal nədən sonra gəlir? Ya söz önüdən sonra gəlir. Ya da biz bilirik ki, feildən, yəni xəbərdən sonra nə gələcək? Obyekt hal gələcək. Yəni it budur. İndi gələk itsə baxaq. It də yoldaşlar yerlik haldır. Ya aslı yerlik haldır, ya da müstəqil yerlik haldır. Yəni ikisindən də biri ola bilər. Çünki eynidir. Aslı yerlik hal olanda özündən sonra isim gəlir. Daha ikisində isim gəlir. Əgər aslıdırsa. Əgər aslıdırsa özündən sonra isim gəlir. Yox, aslı deyilsə özündən sonra isim gəlməyəcək. Yəni həm özündən sonra isim, həm də isimsiz işlənə bilər. It is isə yoldaşlar biz bilirik ki, bu it is'dir da. Yəni bu bildiyimiz bir situasiyadır. Ona görə mübtəda xəbər, tamamlıq da nədir? Bizim cümlə quruluşumuzdur. Deməli, bunun mübtədası var, itdir. Xəbəri də var, is'dir. Deməli, artıq mən bu boşluğa nə qoymalıyam? Tamamlıq qoymalıyam. Deməli, mən burada da tamamlıq axtaracağam. Deməli, indi sualıma keçirim. Deməli, ki, isim varsa mən buraya it's verəcəm. Deməli, Y variantını siləcəm. D variantını verəcəm. Admissible, yəni bu bir tamamlıqdır, sifətdir. Onun üçün ikinci yerə it, is verəcəm. Burada da həm özündən sonra isim yoxdur, xəbərdən sonra gəldiyinə görə it də bura verəcəm. It's, it is, it, yəni cavabım olacaq A variantı. Bu da belə bir sual idi. Aha, maraqlı suallar silsiləsindən 16-cı sualdır. Məsələn, bu yeni tip düşmüş mövzulardandır. Hər sınavda yoxdur. Ona görə bu sınavda mən yer vermişəm. Deməli, baxaq. Bax, buradakı həzi görürsünüzmü? Bax, həz.
Bir addım keçməlidir geriyə. Yəni had olmalıdır. A variantı getdi, B variantı getdi, hətta Y variantı getdi. Deyir she says to me. Amma yox, burada niyə variantları çıxmayacaq? Bir dənə gəlin dəqiq baxaq. Çünki burada tell deyir, said demir. Aha, aha. Says me, say to me. Bax burada tell-dan sonra me obyekt olmalı idi. C yaxşı buna görə getdi. Tell that var. B variantı da tutaq ki buna görə getdi. Say to me olmalı idi. D də buna görə getdi. Aha. Burada ladybird sözü təşkillədi. Have yox has olmalı idi. A variantı olacaq. Demək yoldaşlar, burada adverb-ü düzgün qoymalıyıq. Yəqin ki bu nöqtələrdədir adverb-ümüz. She can speak. Burada artıq speak sözü olduğuna görə doğru verilib, adverb veriləcək. Fluency. D variantı basit bir sual idi. Aha. Gəldik negativ sentensə. Negativ, yəni inkar cümlələr. Bunlar da sınaqlarda az istifadə olunan suallardır. Nömrəmiz bu deyil yoldaşlar, onu da qeyd edeyim. Dərslərə qoşulmaq istəsəz 055 602 54 44 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Bu nömrəmiz təəssüf ki, yanıb. Deməli, bu da bir olsun. Neither nor. Bax, neither zaten cümləni inkar edirdi. Doesn't-a artıq ehtiyac yox idi. A variantı bunun üçün çıxacaq. Yenə burada notla neither olmaz. C variantı çıxacaq. Both təsdiq cümlələrdə işləyən D də çıxacaq. Neither nor your friend. Burada da friend var. Deməli, burada has olmalı idi. Uzlaşma doğru gəlmir. Cavab olacaq Y. Aha, arkadaşlar, gəlirik 9-cu suala. Sadə bir sualdır. While varsa bildiyimiz kimi nə olacaq? Was və yaxud da were reading. Və burada I-dan sonra were işlənməz. C variantı sizi çaşdırmasın. Onun üçün olacaq. Cavabımız D variantı. Bax, burada can't be changed istəyir. Yəni, sual tiplərinə özünüz fikir versəz, görərsiniz ki, yəni bu sınağı işləyəndə asan tipli sual demək olar ki, yoxdur. Hər sualın ən çətin versiyası tipli düşünmüşük sualları. Düz, məsələn, burada məsələn 14 sadə sual idi, 15 qəşəng sual idi, 16, 17, onlar da qəşəng suallar idi. Yəni qəşəng suallar var. Məsələn, sentence sualı, tense form sualı çox sadə sual idi. Bunu da boynumuza alaq. Deməli, indi yenə qaydırıq nəyə? Bax, bura gəldik. Burada can't be changed-i necə tapacağıq? Onu sizə izah eləyəcəm. Deməli, yoldaşlar, can't be changed. Yəni bu sual başlığını görəndə nə etməyə lazımdır deyirəm. 1. Xəbərini biz tamamlığı axtarmalıyıq axı. Xəbərdən sonra əgər 2 şey görsən, 1. Sözünü görsən, sözünü, bir də bu da vacibdir. Zərflik görsən, qardaş, sən can't be changed-ləri bu şəkildə seçəcəksən. Gəldik bura. Bax, deyir came home, aha. Deyir picked flowers yığıb. Deməli ki, artıq can be versiyadadır. Can be changed-dir. Children made düzəldiblər nəyi? Snowman-i. Deməli 3-ü də çıxacağıq. Doğru cavab olacaq əslində 1-4. Bəsit bir sual. D variantı olacaq. Bax, burada very. Zərflik də çox deməkdir. Came home very at night. Mike gəldi evə gəlindi. Demək ortaq olmur. Aha, modal fiil. Modal fiildən də məsələn bu tip sualları demək olar az görürük, amma topulda var deyə görə bilərik. Yəni bu da ona bir işarədir. Deməli, had ayrılmaz. Had ayıranmarıq. Had harda ayrılıb çıxacağıq. 1-i də çıxdıq, 2-i də çıxdıq. Cavab olacaq 2, 4 və 5. Yəni A variantı. Gəldik maraqlı sual olan enam və zenam məsələsinə. Bilirsiniz ki, enam bə cəm, zenam bə təş xəbər götürəcək. Burada həbim var, həzbim var. Bu da A variantına işarə edir. I visited. Visited sözü bilirik ki, feil kimi işlənəndir. Burada da id artırılıb bilirəm, artıq feili heç nə götürmür. Harada yatırdım? İncə hospitalda. Aha, demək.
Large amount, yəni bu da artıq bilirik ki, nədir? Bir lexical testdir. Məsələn, burada testin daha az vermişik. Adını siz deyin, definition və sair tipli sualları. Amma yəni daha çox vermək lazımdır. Deməli, baxaq sual tipinə, görək nə deyir bizdən. Deməli, yoldaşlar, there large amount of water covering an area and usually dry. Deyir böyük deyir adətən quru olan bir sahəni əhatə edən çox miqdarda olan bir su. Bu da bax bu dağ deməkdir, dəxlisi yoxdur. Flood daşqın deməkdir, ola bilər. Amma yəni nə bilim, adətən quru olan bir sahəni. Garden bağ deməkdir. Floor mərtəbə demək, yox, floordur axı bu. Aha. Mərtəbə, burada səhv yazılıb. Burada ground da torpaq deməkdir. Burada yəqin daşqın variantı olacaq. İyi. Deməli, bizim grammar suallarımız bu qədər. Gəlin keçək mətnimizə. Deməli, mətni işləməmişdən əvvəl biz nəyə fikir verməliyik? Biz ilk öncə suallara baxmalıyıq. Deməli, baxaq. Festivaldır. Nə bilim, burada ən çox istifadə olunan sözə tapmalıyıq biz. Daxmal, bax daxmaldan çox istifadə olunur. Bunları belə eləyək də. Bunları daxmal sözünü görürəm, yenə daxmal sözünü görürəm. Aha, yenə daxmal, daxmal. İndi mən baxdırmalıyam ki, bu daxmal nə olan bir şeydir. Fermerlər və s. nə edir? Deyir, daxmal oyundur. Yəni Qucaqratda olan ənənəvi bir oyun növüdür. Deməli, Dancers Customs at the Festival yox, yəni festival yox. Hunting Qucaqratda olan yox, A, B variantları artıq deyil. The traditional da city people traditional da. Deməli, daxmal bir artıq nədir? Dance-dir də, yəni bunu bildiyim heç mətni oxumadan, yəni bir cümləsinə baxaraq mən artıq nəyi tapdım? Məsələni həll elədim, tapdım. Deməli, keçirəm ikinci məsələyə. Görə ikinci məsələdə vəziyyət nə yerdədir? Deməli, bizdən düzgün variantı istəyir. Çox gözəl. Deməli, yoldaşım, burada baxaq. Aha, getdik. Deməli, biz burada arxa 6-cı suala baxırıq. 6-cı sualda gəlin gedək. Bax, deyir, düzgün variantı seçin. Deməli, Hindistanda olan bir oyundur. Deyir, Ancestor City People, Afrikadan gələnlər əsrlər əvvəl. Amma buna baxmayaraq, bunlar dilə və yaxud da Hindistan adətlərinə adaptasiya olublar və həmçinin bəzi Afrika adət-ənənələrini də bura uyğunlaşdırmışdılar. Bizdən doğrunu deyir. Daxmal Combines, bəli, həm Afrika, həm də Hindistanın bir qarışığı idi. Artıq mən o cümlədən onu tutdum. Deyir, what do farmers crop is ready? Necə hazır olurlar? Yəni, necə bilirdilər bunu? Deyir, fermerlər məhsullar hazır olanda nə edirlər? Deməli, biz mətndə axtarmalıyıq. Fermer, do və s. belə bir şey eləməlidirlər. Deməli, artıq mən fermerləri axtaracağam. Gör, yəqin ki. Hə, bax deyir ki, but nowadays folk dance is performed by farmers when they crop ready harvest. They bend down in the field, half circle round, crop stand. Yəni Allaha təşəkkür elə. Thanks God, buna pray God da deyə bilərik. Məsələn, ona görə biz biri götürəcəyik. Coconut deyir, havaya coconut atırdılar. Belə bir məsələ yoxdur. İkini çıxacağıq. Yandırırdılar. Onları yox usulə çıxardacağıq. Half ring. Bax burada half ring yazılıb.
Deməli biz nəyə baxmalıyıq? Burada hal circle yazılıb. Yəni artıq bir nədən istifadə olunub? Adını siz deyin. Sinonimdən istifadə olunub 1 4. Yəni ki, Y variantı olacaq. Deməli biz 8-ci suala baxırıq. Deyir Ancestor Civil originalı. Bəli, həqiqətən yazılmışdı ki, burada onlar əsrlər əvvəl gəliblər. Deməli biz burada true deyəcəyik. Deyir bu günlərim successful hunt. Yox, onlar uğurlu şeydən sonra yox. Onlar artıq hazır olandan sonra olacaq. A, B. İndi baxın. Deyir coconut with heads they fall down. Deyir atırlar başlarını. Onda bu da doğrudur və bu da artıq yanlış olacaq avtomatik olaraq. Deməli mətnimiz də bu şəkildə işləyirik yoldaşlar. İkinci mətni də siz işləyə bilərsiniz. Buradan SS baxın da ala işləyə bilərsiniz. Yoldaşlar, deməli listening-də bu səviyyədədir. Listening və listening suallarına da baxmaq istəsəz. Aha, deməli listening suallarına da baxaq. Biz buradan cavablar hissəsinə gəldik. Model sınağı cavablar hissəsinə gəldik. Buradan da cavabları yoxlaya bilərsiniz. Listeningdə deyir, gördüyünüz kimi necə bir listeningdir. Düşə bilər sizə məsələn bu tip bir listening. Ona görə yoldaşlar sizə uğurlar arzu edirəm. Nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Yazmışdım bayaqlar. Sağ olun, salamat qalın.